Salamlayıram hər kəsi, hörmətli izləyicilər, dəyərli riyaziyyat sevərlər. Bugünkü videoda mən müəyyən tip məsələlər seçmişəm ki, hansı ki bu məsələləri həll edərkən çoxları əziyyət çəkir. Yəni düşünürlər ki, necə edim ki, bunu daha rahat həll edim. Daha qısa yolla necə həll edə bilərəm deyə düşündüyünüz müəyyən tip məsələlər seçmişəm ki, onların həllini bugün verəcəm sizə. Necə də ki, daha rahat həll edək. Baxaq birinci məsələyə, seçdiyim məsələlərdən birincisi budur. ABCD paraleloqramdır. AF ilə BF bərabərdir. Yəni F nöqtəsi AB tərəfinin orta nöqtəsidir. AYF üçbucağının sahəsi 2-dir. Yəni bura 2-dir. Bizə soruşur BCYF dördbucaqlısının sahəsini. Gördüyünüz kimi dördbucaqlı bir dördbucaqlıdır ki, bu standart dördbucaqlı deyil də, nə trapeziyadır, nə paralelogramdır, nə rombdur. Heç biri adi bildiyimiz dördbucaqlıdır. Bəs nə edək? Necə edək? Biz nə edirik? Bu tip məsələlərdə birinci nə edirik? C ilə F-i birləşdiririk. Məqsədimiz nədir burada? Məqsədimiz AFCD trapeziyasını almaqdır. Bu trapeziyanın diaqonalları olacaq DF və AC. Gördüyünüz kimi burada nə görürəm mən? AFY və DCY üçbucaqlarını görürəm ki, hansı ki bunlar nədir bir-birinə oxşardır. Niyə? Gəlin mən bunu bir çərçivə alım. Diqqətinizi daha yaxşı çəkmək üçün. Baxın, fikir verin buradan. Bax bu üçbucaqları görürsünüz. Qarşı-qarşıya duran iki dənə üçbucaq. Bu üçbucaqlar bir-birinə oxşardır. Niyə? Çünki daxil çarpaz bucaqlar olduğuna görə F bucağı ilə D bucağı bərabərdir. A bucağı ilə də C bucağı bir-birinə bərabərdir. Dolayısıyla bu üçbucaqlar nədir bir-birinə? Oxşardır. Oxşar üçbucaqların sahələrinin nisbəti isə uyğun tərəflərinin nisbətinin kvadratına bərabərdir. Bəs uyğun tərəflər nədir? Təbii ki, Y bucağına uyğun olan tərəflər AF ilə CD-dir. AF-ə mən X deyirəm. Onda bərabər olduğuna görə BF X olacaq. AB 2X olduğuna görə paralelogram qarşı tərəfləri bərabərdir. Axı, ona görə DC də 2X olacaq. Onda mən baxıram nəyə? Üçbucaq AYF və üçbucaq CYD. Hansı ki dedik ki, bu üçbucaqlar nədir bir-birinə? Oxşardır. Oxşar üçbucaqların sahələrinin nisbəti uyğun tərəflərin nisbətinin kvadratına bərabərdir. Bayaq vurğulamışdım, təkrar edirəm. İndi mən burada CDY üçbucağının sahəsinə bir S deyirəm. Təbii ki, S-in 2-yə nisbəti AYF-in sahəsi də 2. Bərabərdir. Uyğun tərəflər 2X ilə X-dir. Bunların nisbətinin kvadratına bərabərdir. Buradan S-in 8 olduğunu alacağıq. S 8 oldu mu? İndi mən bunu bu fiquru trapeziyanı ayırmaqda məqsədim nədir? Fiqurdan trapeziyanı ayırmaqda məqsədim nədir? Trapeziyanın xassəsinə görə belə bir xassə var ki, trapeziyada deməli diaqonalların arasında ayırdığı üçbucaqlardan deməli burada deyirəm tutaq ki, Y, buna deyirəm Y fikir verin. Onda Y-lərin hasili Y vur Y, yəni Y-in kvadratı bərabərdir 2 ilə 8-in hasilinə. Y-lə Y-in hasili bərabərdir 2 ilə 8-in hasilinə, yəni 16. Buradan Y-in 4 olduğunu alacaq. Düzdür? Y oldu mu 4? Bura 4 oldu. Bura 4 oldu. Amma biz hələ nə eləmişik? Biz lazım olan fiqurun sahəsini tapa bilməmişik hələ. Daha sonra nə eləyəcəyik? Sonra nə eləyirik? Bax buradan. Gəlin baxaq, bax bu üçbucağı. Bax buradan diqqətinizi daha rahat çəksin deyə çərçivəyə alalım. ABC üçbucağına baxaq. Hansı ki F nöqtəsi AB tərəfinin orta nöqtəsidir. Dolayısıyla CF nə olacaq? ABC üçbucağının medianı olacaq. Və median bilirik ki, üçbucağın sahəsini inir, yarıya bölür. Onda AFC üçbucağının sahəsi gördüyünüz kimi nə qədərdir? 6-dır. Onda BFC'nin də sahəsi 6 olacaq. Gəlin buraya yazım 6. Qələm rəngini dəyişək. Buraya yazırım 6. Bizdən soruşun nə? BCYF dördbucaqlısı. BCYF dördbucaqlısını gəlin çərçivəyə alaq. Nə görürük orada? Baxın çərçivəyə aldım. Nə görürük? Həmin sahədə nə var? 4 ilə 6. Onda belə çıxır ki, axtardığımız fiqurun sahəsi 4 ilə 6-nın cəmi, yəni 10 olacaq. Cavabımız 10. E variantı olacaq. Növbəti testimizə baxırıq. Görürsünüz, oxşardır. Artıq bunu daha rahat şəkildə niyə biləcəksiniz?
yaza biləcəksiniz. Gəlin baxaq. Yenə deyir ki, A, B, C, D paralelogramdır. Y nöqtəsi orta nöqtədir. Yenə bura X, bura X. Bura təbii ki, olacaq 2X. Yenə bax A, D, F üçbucağı ilə Y, F, C üçbucaqlar nədir bir-birinə? Oxşardır. Oxşar üçbucaqların sayıları nisbəti nədir? Uyğun tərəflərin nisbətinin kvadratına bərabərdir. Bayaq dedik ki, bura olsun S. Onda bura olacaq 4S. Düzdür? 4 dəfə böyükdür. Çünki tərəflər nisbəti 2-dir. Sayılar nisbəti 4 olmalıdır. İndi baxaq, davam edək. Yenə eyni qayda ilə A ilə Y-ni birləşdiririk. Düzdür? Onda tutaq ki, bura Y yazsam. Yenə Y-lərin kvadratı, Y-lərin hasili, yəni Y kvadratı bərabər 4 vurulsun S, vurulsun S. 4S'in kvadratı. Yəni Y-ləri alacam mən, 2S alacam. Bura oldu 2S, burada oldu 2S. Daha sonra yenə mən baxacam, bax bu A, D, C üçbucağına, hansı ki AY nədir? Mediandır. Onda AY, D üçbucağında AD median, AY medianın ayrıldığı üçbucaqların sayıları bərabərdir. AYS'də gördüyünüz kimi S 2S görürük, yəni 3S toplam. Onda ADY'də də 3S olacaqdır. İndi bizə deyir ki, AFYD'nin ABCD'yə nisbətini. Gəlin baxaq, çərçivəyalım. AFYD nədir? Hansı figurdur? AFYD. Gəlin, baxaq. Göy rənglə çərçivəyə aldım. Bunun sayısı nəyə bərabərdir? Təbii ki, 3S və 2S. Yəni, olacaq nə? 5S. Yazacağıq. Deməli, SAFYD'nin SABCD'yə nisbətini soruşur bizdən. Gördük ki, nədir? AFYD'nin sayəsi 2S ilə 3S'in cəmi, yəni 5S olacaq. Ümumilikdə ABCD paralelogram sayəsi isə toplayırıq, toplam 3X, 2X oldu 5X, 1S burada 6X, 6S, 4S burada 10S, 2S də burada 12S. S'lər də ixtisar geçsə 5/12 qalacaq. 5/12 də gördüyünüz kimi C variantındadır. Növbəti tip məsələ. Baxaq. Baxaq. Deməli, deyir ABCD trapeziyasında 6AB bərabərdir 3YC, o da bərabərdir 2YD. Bunların əkubu nə olacaq? 6X olacaq. Onda 6AB 6X desə, onda AB yazacaq X. 3YC 6X olsa, onda YC olacaq 2X. 2YD 6X olsa, YD olacaq 3X. Bizə deyir ki, BFC'nin sayəsi, BFC haradadır? Burada. Bura 10'dur. Deyir ABCD'nin sayəsini soruşur. Yəni trapeziyanın sayəsini soruşur bizdən. Yenə, görürsünüz, eyni qaydanın yenə. Bu bizim işimizi asanlaşdırır. Birləşdirdik. Alırıq ABCY trapeziyasına baxırıq. ABCY. ABCY. Trapeziyasına baxırıq. Bura 10 olduğunu görə burada 10'dur. Bura S desəm, bura 4S olacaq. Niyə? Çünki X, bu da 2X. Nisbəti 2'dir, kvadratı 4 olmalıdır. Bura 4S olacaq. Qaydaya görə yenə 4S'i vuram S'ə. Olur 4S kvadratı bərabər. Onu vurdum ona 100. Buradan alıram ki S kvadratı bərabər 25. S də 5 olacaq. Yəni bura 5. Bura dolayısıyla 20 olacaq. Daha sonra neyini? Bizdən soruşur nəyi? Baxaq. ABCD'nin sayəsini tapmaq üçün gərəkdir ki, biz neyiniyək? AYD'nin də sayəsini tapaq da. AYD üçbucağının sayəsini tapaq. Bəs bunu necə tapacağıq? Gəlin baxaq. Gəlin baxaq nəyə? Bax, bu üçbucağa baxaq. Qiymətli izləyicilər. Gəlin bu üçbucağa baxaq. AY parçasını görəcəkdik. ADC üçbucağı AY ilə 2 hissəyə bölünüb. Hansı ki, tərəflərin nisbəti 3/2'dir. Təbii ki, onda uyğun sahələr nisbəti də 3/2 olacaq. Niyə? Çünki hündürlükləri eynidir. Gəl mən bax, bura yazıram. Tutaq ki, yazım bura Y yazım. Yazım mı?
Y yazım. Y'in bura toplam nə qədərdir? 10 və 20, 30'a. Y'in 30'a nisbəti bərabər uyğun tərəflər 3x-dən 2x-dir. X-lər d-ə gedəcək 3 böl 2. Buradan Y'in nə olduğunu alırıq? 45 olduğunu alırıq. 45 oldu mu? Oldu 45. Vəssalam. Bizdən soruşur nəyi? Trapeziyanın ümumi sahəsini. Ondan iyi hamısını toplayacağıq. Bütün sahələrini toplayırıq. Burada toplam nə qədər idi? 10, 10, 25. 10, 10, 20, 40, bu da 45. Düzdür? 45 burada, 45 de burada toplam olacaq 90. Gördüğünüz kimi bu üsulla həll etmək çox sərfəlidir, çox dəyərli üsuldur, qiymətli üsuldur. Sağ olun dəyərli izləyicilər, növbəti videolarda görüşərik. Videonu izləyin, zəhmət olmasa bəyənin, paylaşın, yorumda yazın, daha yaxşı olar.